Kəsir İbn Qeys rahimehullahın şahid olduğu bir faydanı çatdırmaq istərdim. Kəsir İbn Qeys rahimehullah, Allah ona rəhmət etsin, buyurur ki, Kuntu gəlisən ində Əbidlərdə radiyallahu anhu fi məscid Dəməşq. Dəməşqdə məsciddə Əbidlərdanın yanında idim. Fəcəə rəcul fəsələhu, bir kişi gələrək Əbidlərdədən soruşdu ki, ya Əbidlərdə, ətəytukə min Mədinətir Rasul sallallahu aleyhi və səlləm. Ey Əbidlərdə, sənin yanına Mədinədən, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhəri olan Mədinədən gəlmişəm və gəlməyimin səbəbi də söyləyir ki, eşitdim ki, təhəddəsə anir Rasul sallallahu aleyhi və səlləm. Sən Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvayət edirsən, hədis və o hədisi öyrənmək üçün sənin yanına gəldim. Və Əbidlərdə radiyallahu anhu o kişiyə söyləyir ki, fəməcə ət-ticara əmlə, yəni sənin bura gəlməyində, bu Dəməşqə, məsciddə bizim yanımıza gəlməyində məqsədin ticarətdirmi? Ticarət üçün gəlmisənmi? Kəsir İbn Qeys rahimehullah buyurur ki, kişi söylədi ki, lə, xeyr, ticarət üçün gəlməmişəm. Sonra Əbidlərdə radiyallahu anh söyləyir ki, bəs və lə qayrihi, ticarətdən başqa nəsə bir iş üçünmü gəlmisən? Həmin kişi söyləyir ki, lə, xeyr, mən bura gəlmişəm ki, səndə olan hədisi öyrənim. Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında danışdığın elmi öyrənim. Bu zaman Əbidlərdə radiyallahu anhu buyurur ki, Təmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə söylədiyini eşitdim. Mən sələkə tariqan yəltəmisu fiyhi ilmən səhhəlallahu ləhu bihi tariqan iləl cənnə. Kim elm öyrənmək üçün yola çıxarsa, səfərə çıxarsa, Allah ona cənnətə gedən yolu səhhəlallah asanlaşdırar.